Salam, hörmətli müəllimlər və şagirdlər. Bugünkü mövzumuz sadə cümlənin şəxsə görə növləridir. Sadə cümlənin şəxsə görə növləri xəbər əsasında və mübtəda əsasında formalaşa bilər. Xəbər əsasında formalaşanlar müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxssiz cümlələrdir. Mübtəda əsasında formalaşanlar isə yalnız adlıq cümlələri götürəcəyik. Müəyyən şəxsi cümlələrdə adı üstündə mübtədamız, yəni şəxsimiz müəyyəndir. Burada şəxs deyəndə mübtəda nəzərdə tutulur. İşi görən şəxs deyəndə mübtəda nəzərdə tutulur. Yəni bu mübtəda canlı da ola bilər, cansız da ola bilər. Hər bir halda, yəni müəyyən şəxsi cümlə deyəndə mübtədası gördüyümüz bütün cümlələri biz müəyyən şəxsi cümlə götürə bilərik. Buna görə müəyyən şəxsi cümlələrin xəbərində hər hansı bir məhdudiyyət yoxdur ki, orada xəbərimiz təkdəmi ola bilər, birinci şəxsdəmi ola bilər, üçüncü şəxsdəmi ola bilər. Burada bir məhdudiyyət yoxdur. Biz nəyə baxırıq əsas? Müəyyən şəxsi cümlələrin xəbəri birinci şəxsin təkində ola bilər, ikinci şəxsin təkində ola bilər, üçüncü şəxsin təkində ola bilər, mübtədadan söhbət gedir. Birinci şəxsin cəmi olan biz, mübtədamız ola bilər. İkinci şəxsin cəmi olan siz, mübtədamız ola bilər. Amma üçüncü şəxsin cəmi olan onları əgər biz cümlənin özündə görsək, olur ümumi şəxsi cümlə, daha doğrusu müəyyən şəxsi cümlə. Yox, əgər biz onu cümlənin özündə görmürük, sadəcə onu ağlımıza gətiririk, yəni onu düşünürüksə, o artıq qeyri-müəyyən şəxsi cümlə sayılacaq. Deməli, müəyyən şəxsi cümlələrin bildik ki, mübtədası müəyyəndir. Məsələn, deyir ki, Vasif məktəbə gedir. Gedir kim? Vasif. Məsələn, kitab bahalıdır. Bu kitab bahalıdır. Bahalıdır nə? Kitab. Mübtədası varsa, bu müəyyən şəxsi cümlələr sayılacaq. Sonra gəldik qeyri-müəyyən şəxsi cümlələrə. Qeyri-müəyyən şəxsi cümlələrdə xəbərimizdə məhdudiyyət var artıq. Xəbərimiz üçüncü şəxsin cəmində işlənməlidir. Yaxşımı? Qeyri-müəyyən şəxsi cümlələrin xəbəri neçənci şəxsin cəmi oldu? Üçüncü şəxsin cəmində işlənəcək. Və burada adı üstündə qeyri-müəyyəndir. Yəni mübtəda yoxdur. Mübtəda olarsa müəyyən şəxslidir. Mübtədası yoxdur qeyri-müəyyən şəxsi cümlələrinin. Və mübtədanı sadəcə onlar üçüncü şəxsin cəmi olan onları biz düşünə bilərik, ağlımıza gətirə bilərik. Məsələn, deyir ki, qapını döydülər. Qapını döydülər. Nə etdilər? Döydülər. Kim? Onları sən düşünə bilərsən. Ağlına gələcək bu onlar. Amma cümlədə görmürük axı bunu. Cümlədə görmədiyimizə görə bu artıq qapını döydülər, qeyri-müəyyən şəxsli cümlə sayılacaq. Yaxşımı? Mübtədanı əgər biz görsək, bu cümlədə onları versəydi, bu müəyyən şəxsli cümləyə gedəcəkdi. Çünki mübtədanı artıq bizə cümlə özü verib. Vermədiyi halda qeyri-müəyyən şəxsi cümlədir. Qeyri-müəyyən şəxsi cümlələri ümumi şəxsi cümlələrlə səhv salırlar. O da nəyə əsasən? Ümumi şəxsi cümlələrin də xəbəri üçüncü şəxsin cəmində olur. Orada da yəni üçüncü şəxsin cəmində olduğuna görə xəbər bir qədər qeyri-müəyyənlə ümumi səhv salına bilər. Amma baxaq görək bunların, bu ikisinin yəni arasında olan fərq nədən ibarətdir? Lövhəni tamam silim. Deməli, qeyri-müəyyən şəxsi cümlələrdə, bunu yazaq bir daha qırağa, ki, xəbərimiz üçüncü şəxsin cəmində işlənməlidir. Yaxşımı? Qeyri-müəyyən şəxsi cümlələrin xəbəri üçüncü şəxsin cəmində işlənir. Ümumi şəxsi cümlələrdə isə xəbərimiz ikinci şəxsin təki və üçüncü şəxsin cəmində işlənir. Deməli, qeyri-müəyyən şəxsi cümlələrlə ümumi şəxsi cümlələrin fərqi nədən ibarətdir? Qeyri-müəyyən şəxsi cümlələrdə dedik ki, qapını döydülər. Kim? Onlar. Müəyyən bir qrup işi görüb. Müəyyən bir insanlar, yəni burada 4 nəfər, 5 nəfər, müəyyən bir qrup var. Onlar işi görüblər. Amma biz onların kim olduğunu bilmirik. Bu qeyri-müəyyən şəxsi cümlələrdir. Ümumi şəxsi cümlələrdə isə işi görən şəxslər, yəni işi icra edənlər, müəyyən bir qrup deyil. Buradakı iş, hərəkət ümumən hamıya aiddir. Ümumən hamıya, yəni təkcə mənə, sənə, ona aid deyil. Ümumən hamıya aid olan anlayışlardır.
Və dedik ki, xəbər həm üçün təkində, üçün cəmində, həm də ikinin təkində ola bilər. Ümumi şəxsi cümlələrdə də mübtəda olmaz. Mübtəda olarsa müəyyən şəxsi cümlə sayılacaq artıq. Deməli, ümumi şəxsi cümlələrin tərkibində nəsihət xarakteri var. Məsləhət, nəsihət atalar sözlərinə bənzəyir. Amma bütün atalar sözləri ümumi şəxsi cümlədir desək, bu yanlış sayılır. Çünki elə atalar sözləri var ki, orada mübtəda var. Məsələn, deyir ki, igid ölər, adı qalar. Ölər kim? İgid. Mübtədamız var. Baxmayaraq ki, atalar sözüdür. Amma bu müəyyən şəxsi cümlədir, ümumi sayılmayacaq. Ümumi şəxsi cümlələrdə də yenə hərəkət ümumən hamiyə aid olur, amma mübtədasız. Mübtəda olmamalıdır, yaxşımı? Deyir ki, bu ərazilərdə, məsələn, bənövşə çiçəyinə tez-tez rast gəlirsən. Xəbərimiz ikinin təkidir, düzdürmü? İndi deyir, tələbə deyir ki, müəllim, sən rast gəlirsən deyirik də bura. Deyə bilirik də. Deyir, niyə görə biz bunu müəyyən şəxsi cümlə götürmürük? Çünki axı demişdik, müəyyən şəxsi cümlələrdə mübtəda buraxılsa belə biz onu yerinə gətirə bilərik, yerinə bərpa edə bilərik müəyyən şəxsi cümlələrdə. Deyir, müəllim, bəs burada da axı sən rast gəlirsən deyə bilirik. İndi bir şey nəzərdə yetirək. Bu təkcə sən anlayışı artıq bir şəxsə aid, bir insandır. Bax, burada bir insan var, sən, düzdürmü? Bu ərazilərdə bənövşə çiçəyinə tez-tez rast gəlirsən, təkcə bir insana aid deyil axı anlayış. Yəni, bir insan rast gəlmir. Həmin ərazidə olan hər kəs o çiçəyə, məsələn, deyir, burada deyir, qayalıqlara tez-tez rast gəlirsən, o qayalığa hər kəs rast gəlir. Yəni, ümumən, baş verən hərəkət, xəbər, hər kəsə aiddir. Yəni, çoxluq, cəmlik anlayışı var burada. Tək bir nəfərə aid deyil. Buna görə biz bu cümlələri ümumi şəxsi cümlə götürməliyik. Yaxşımı? Müəyyən yox. Sonra deyir ki, nənə babanı vaxtında gəlib yoxlamazlar. Yenə də biz burada üçüncü şəxsin cəmindədir artıq xəbərimiz. Yenə də biz burada nənə babanı vaxtında gəlib yoxlamazlar, düşünə bilirik. Kim onlar? İndi deyəcək, müəllimə, bəs niyə bu qeyri-müəyyən şəxsli cümlə olmur, ümumi şəxsli cümlə olur? Burada da hərəkət təkcə orada bayaq onlarda dediyim kimi qeyri-müəyyəndə dedik 4-5 nəfər işi icra edir, amma biz bunu bilmirik. Müəyyən bir qrup görür, biz bunu bilmirik. Ona görə qeyri-müəyyən şəxslidir. Amma burada isə ümumi şəxsli cümlələrdə iş hamıya aiddir. Yəni nənə babanı vaxtında gəlib yoxlamazlar, tək 4-5 nəfərə aid deyil. Bu hamıya aiddir. Bunu hamı etməlidir. Aydındır fikrim? Yəni iş hamıya aiddirsə, artıq ümumi şəxsi cümlələrdir. Atalar sözləri və məsələlərə bənzəyir. Yəni atalar sözləri və məsələlərdə elə ifadələr var ki, ümumi şəxsi cümlələrə aiddir. Amma bütün atalar sözləri və məsələlər ümumi şəxsi cümlədirmi? Xeyr, ümumi şəxsi cümlə deyil. Çünki elə atalar sözü və məsələlər ola bilər ki, bunun kimi. Mübtədası olar. Mübtədası olarsa müəyyən şəxsi cümlədir. Yaxşımı? Bu əsas bunlara diqqət edin. Ümumi şəxsi cümlə ikinci şəxsin təki, üçüncü şəxsin cəmi. Anlayış, iş görülən hərəkət, məzmun ümumən hamıya aiddir. Tək bir-iki nəfəri yox, ümumən hamıya aid olursa bu ümumi şəxsi cümlələrdir. Atalar sözləri və məsələlər qarşımıza çıxır, testdə görürük ki, orada mübtəda var, iş hərəkət hamıya aiddir, düzdür. Amma görürük mübtəda var, müəyyən şəxsdir. Ümumi götürmə bunu. Testlərdə bundan sizi çox ağlınızı çaşdıracaqlar. Qeyri-müəyyən şəxsi cümlələrdə dedik, üçüncü şəxsin cəmi olur. Məsələn, deyir, otağı təmizlədilər, zəngi çaldılar, uşağı döydülər. Onlar eləyib, amma bilmirəm kim eləyib. Amma cümlədə onları desə ki, onlar qapını döydülər, cümləni belə formada versə, bil ki, orada onları mən artıq gözümlə görürəm, axı mübtəda var. Cümlədə mübtəda var artıq. Mübtəda olduğu halda mən onu qeyri-müəyyən götürə bilmərəm. Yalnız müəyyən şəxsi cümlədir ki,
orada mübtədanı biz görürük. Hətta olmadığı halda belə bərpa edirik. Bərpa etdiklərimiz də bayaq sadaladım. Mən, sən, o, biz, siz. Bax bunlar. Üçüncü şəxsin cəmini bərpa edə bilməzsən. Bərpa edirsənsə qeyri-müəyyənə gedir çıxır. Yaxşımı? Müəyyənə getməz. Üçüncü şəxsin cəmini mən cümlədə görürsəm artıq müəyyən götürə bilərəm. Görmürəmsə qeyri-müəyyən şəxsi cümlədir. Bunları yadda saxlayın belə. Sonra gəlir bizim şəxsi cümləmiz. Şəxsi cümləmizin biz yadınıza gəlirsə, sizinlə feili keçəndə şəxsiz növ feillər keçmişdik. Həmin o feilləri keçəndə demişdik ki, o feilləri yaxşı-yaxşı öyrənin. Sizə gələcəkdə sadə cümlənin şəxsə görə növlərini keçən zaman lazım olacaq. İndi o məqamdır. O feillər bizə lazım olacaq. Deməli, şəxsiz cümlələrdə xəbərimiz isim xəbərlə ifadə oluna bilər. Feili xəbərlə də ifadə oluna bilər. Əgər feili xəbər olarsa, həmin xəbər bizim feildə keçdiyimiz şəxsiz növ feillərlə ifadə olunacaq. Yaxşımı? Şəxsiz növ feillər. Hansı feilləri misal götürə bilərik ona? Məsələn, baxıldı sözü. Düzdürmü? Hörmət edilir, edilmək sözü, hörmət edilir, məsələn deyir, bizdə deyir, qonağa hörmət edilir. Düzdürmü? Şəxsiz növ feildir, şəxsiz növ cümlədir. Sonra bir də frazoloji birləşməylə. Yəni bu üçü ilə şəxsiz cümləni biz yarada bilərik. Baxaq indi bir-bir. İsim xəbər olduğu halda necə olur? Məsələn, deyir ki, yayın isti çağıdır. Yayın isti çağıdır cümləsində mübtəda yoxdur. Baxın, yayın bu yiyəlik, bizim yiyəliyimiz. Bu yiyəlik varsa bunun mənsubiyyəti də mütləq olacaq. Çağı birləşməsində mənsubiyyətimiz var. Deməli, bu üçüncü növ təyini söz birləşməsi kimi bir yerdə xəbərdir və cümlənin də mübtədası yoxdur, şəxsiz cümlədir. Sonra deyir ki, məsələn, bahalıqdır. Bahalıqdır deyirəm. Mübtəda düşünə bilmirəm. Ağlıma, yəni şəxsiz növ cümlələrdə mübtəda yoxdur, şəxs yoxdur. O şəxsi sən düşünüb ağlıva gətirə də bilmirsən. Şəxs yoxdur, düşünmək də olmaz, mümkün deyil. Bahalıqdır. Nə bahalıq, nə? Ağlıva bir mübtəda gətirə bilmirsən, bir şəxs gətirə bilmirsən. Demək, şəxsiz növ cümlədir. Feili xəbərli şəxsiz növ feillərlə ifadə olunur. Feili xəbərlə olarsa, o da dediyi baxıldı, bayaq dedim, hörmət edilir. Həmin cümlələri şəxsiz cümləyə aid edə bilərik. Məsələn, məsələyə baxıldı, iclasda məsələyə baxıldı, şəxsiz cümlədir. Sonra frazoloji birləşmələrlə. Məsələn, deyir ki, deyir Akifin ondan xoşu gəlir. Sonra mənim sənə yazığım gəlir. Uşaqlar, deməli, Akifin xoşu gəlir, mənim yazığım gəlir. Biz bilirik ki, xoşu gəlmək və yazığı gəlmək frazoloji birləşmələrdir. Xoşu gəlmək, yazığı gəlmək frazoloji birləşmələrdir. Ona görə bir yerdə xəbər götürürük. Amma bir şeyə də diqqət edin. Baxın, Akifin xoşu, düzdürmü? Artıq bu birləşmə, Akifin xoşu da bir birləşmə oldu. Demək, xoşu gəlməyə frazoloji birləşmə. Bir yerdə götürməlisən bunu. Amma Akifin xoşu da artıq üçüncü növ təyini söz birləşməsi yaradı. Bu da bir birləşmədir. Sən deməli, bu xəbəri uzatmalısan, cümləni bütöv xəbər etməlisən. Akifin ondan xoşu gəlir, bir yerdə xəbər. Cümlənin də mübtədası yoxdur. Yazığım gəlir. Dedik ki, yazığı gəlmək frazoloji birləşmədir və bir yerdə xəbər götürür. Amma mənim yazığım gəlir deyəndə artıq bir yerdə xəbər götürürəm mən bunu. Yəni, sən bunu xəbər götür, bunu başqa nə götürəcəksən? Artıq mənim yazığım çünki birləşmə yaradıb. Üçüncü növ birləşməsi. Bu artıq avtomatik bir yerdə gedir. Bu da frazolojidir, bir yerdə xəbər. Cümlə bütöv xəbərdən ibarətdir. Mübtəda düşünə bilmirsən. Deməli, bu tipli cümlələr
şəxsiz cümlələr sayılır. Sonra bayaq dərsin başlığında dedik ki, adlıq cümlələrimiz də var. Hansı ki, adlıq cümlələrimiz mübtəda əsasında formalaşır. Baxaq görək necə olur adlıq cümlələrdə. Deməli, adlıq cümlələrdə rast gələcəksiniz, həmçinin müxtəsər və sadə məsələsinə də, müxtəsər cümlə və sadə cümlə məsələsinə də rast gələcəksiniz. Yox, daha doğrusu müxtəsər və geniş, sadə yox, o sadə mürəkkəbdən səhv saldıq. Müxtəsər və geniş cümləyə də biz rast gələcəyik. Deməli, birinci biz bilək ki, adlıq cümlənin özü nədir, nədən ibarətdir? Adlıq cümlələr deyir ki, söz və söz birləşmələri ilə ifadə olunur. Yaxşımı? İsim və ismi birləşmə ilə də ifadə oluna bilər. Axır ki, ya söz olsun, ya da söz birləşməsi olsun. Bu cümlələrin xəbəri olmaz. Məsələn, deyir ki, Şuşa qalası. Düzdürmü? Şuşa qalası. Birləşmədir. Biz yadınıza gəlirsə, ədəbiyyat 3-cü qruplar bunu daha yaxşı bilər. Ədəbiyyat dərslərində remarka keçmişik. Hansı ki, aktyorlar üçün və rejissorlar üçün nəzərdə tutulmuşdur remarkalar. Həmin o remarkalar, baxın, bunlardır. Şuşa qalası, Qız qalası, Xurşudbanu Natəvanın malikanəsi, yer, hadisələrin harada baş verməsi haqqında məlumat verir bizə sadəcə. Bunlar adlıq cümlələrdir. Yəni, adlıq cümlələr bu qədər. Söz və ya söz birləşməsi ilə də ifadə oluna bilər. İndi gələk müxtəsər və geniş olma baxımından. İndi əvvəla biz bilək ki, müxtəsər nə deməkdir, geniş nə deməkdir. Müxtəsər cümlələr sadəcə burada yəni ikinci dərəcəli cümlə üzvü olmaz. Mübtəda xəbərdə yəni ikinci dərəcəli olmaz. Geniş cümlələrdə isə ikinci dərəcəli cümlə üzvü var. Məsələn, təyindir, tamamlıqdır, zərflikdir və s. Bunları görəcəksən. Yəni təyin, tamamlıq, zərflik görəcəksən geniş cümlələrdə. Deməli, orada yazdığı Şuşa qalası. Şuşa qalası. Baxın, o müxtəsərdir. Müxtəsər adlıq cümlədir, yaxşımı? Çünki söz birləşməsindən ibarətdir. Bir yerdə gedir. Geniş cümlələr isə məsələn yazır ki, sərin külək, sərin hava. Sual ver, hava nə? Hava. Necə hava? Sərin hava. Vəssalam. Təyin var, geniş cümlə sayılır. Yaxşı? Yəni, geniş cümlələrdə biz ikinci dərəcəli cümlə üzvlərini görürük. Adlıq cümlənin nə olduğunu öyrəndik. Adlıq cümlə söz və ya söz birləşmələrinin ifadə olunur. Bu cümlələrin xəbəri olmaz. Belə. İndi keçək. Bizim qarşımıza testlərdə söz cümlə də çıxa bilər. Görək bu söz cümlənin özü nədir? Söz cümlələr ədatlarla, modal sözlərlə və nidalarla ifadə oluna bilər. Söz cümlələr gördüyümüz kimi köməkçi nitq hissələrlə ifadə olunur. Söz cümlələrdə əsas nitq hissəsinə rast gəlmirik. İndi baxaq necə cümlələrdir. Deyir ki, sabah dialoqdur. Sabah dərsə gələcəksən. O da cavab verir, bəli. Baxın, yuxarıdakı yox ha, aşağıdakı bu bəli. Bu bəli cavabı söz cümlədə artıq. Əgər bəlinin yanında desə ki, bəli, gələcəm, artıq bu söz cümlə sayılmaz. Söz cümləmiz, baxın, budur, üzvlənmir. Yaxşımı? Cümlə üzvü olmur. Köməkçi nitq hissəsindən ifadə olunur yalnız. Deyir, axşam kinoya baxırıq, cavab verir, əlbəttə. Əlbəttə, söz cümlədir. Amma cavab versə ki, əlbəttə baxacağıq. Artıq bu söz cümlə sayılmır, yaxşımı? Çünki orada artıq üzvlənən
söz var artıq, feil var onun yanında. Deməli, ya ədat, modal söz nidalarla ifadə olunmalıdır söz cümlə, yaxşımı? Və yanında üzvlənən, yəni cümlə üzvü olmamalıdır. Hər hansı bir əsas nitq hissəsi olmamalıdır. Aydındır? Vəssalam. Əlbəttə, bəli, xeyr, bunların hamısı söz cümlə sayılır. Bu qədər.